Değerli gençler, güzel gençler, bu videoda size dilinizi, ağlınızı, iradenizi, vicdanınızı şikayet yükünden temizlemeyin ölçülerini söyleyeceğim. Deyirəm ki, birinci ölçüm budur. Şikayet bir yüktür. Şikayet yüktür, ağır yüktür. Dildə yüktür, ağılda yüktür, ürəkdə yüktür, vicdanda yüktür, iradədə yüktür. Sizi çalışmağa qoymaz. Əllərinizdəki qandaldır, ayaqlarınızdakı qandaldır, dilinizdəki zəncirdir, imkan verməz. Şikayət yükündən qurtulacağıq. Tamamdır, şikayət yükündən qurtulmaq lazımdır. Şikayət yükündən qurtulmağın ilk yolu dili şikayət yükü ilə dolu sözlərdən təmizləməkdir. Baxın, məsələn, olmaz deməyəcəyik, olar deyəcəyik. Çətindir, bacarmıram deməyəcəksiniz. Bu çətinlik məni böyütməyə gəlib. Yaxşı ki, çətinlik var. Məni böyütmək üçün mənə çətinlik göndərən Allaha həmd olsun deyəcəksiniz. Çətinliyə nemət kimi baxacaqsınız. 3. Qorxuram deməyəcəksiniz, cəsuram deyəcəksiniz. Qaranlıqdır, heç bir şey görünmür, çarə yoxdur deməyəcəksiniz. Baxın, Şeyx Nizaminin dediyi kimi deyəcəksiniz. Deyəcəksiniz ki, hər gecə, hər qaranlıq, hər zülmət bir gündüzə hamilədir. Baxın, Nizami ümid verir. Gecənin içindəki günəşi görür, işığı görür, ümidi görür. Siz də gecədir, qaranlıqdır demək fərasət deyildir. Gecənin içində işıq gizlidir demək fərasətdir. 4. Çarəsizəm deməyəcəksiniz. Belə deyəcəksiniz. Allah mənimlədir. Allah sizinlədirsə siz tək deyilsiniz. Əgər belə düşünsəniz, yəni diliniz təmizlənsə, ağlınız, beyniniz, zehniniz də təmizlənəcək. Zehniniz təmizlənsə, duyğularınız təmizlənəcək. Duyğularınız təmizlənsə, əxlaqınız, davranışınız gözəlləşəcək, təmizlənəcək. Təmizləndikcə yükdən arınacaqsınız, yüngülləşəcəksiniz, quş kimi olacaqsınız, görəcəksiniz, işığı görəcəksiniz, yolu görəcəksiniz, imkanı görəcəksiniz, ümidi görəcəksiniz, işığa görəcəksiniz və ona doğru gedəcəksiniz. Deyirəm ki, əziz Allah, ümidinizi artırsın. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Var olun, sağ olun, əziz Allahın sonsuz mərhəmətinə əmanət olun. Değerli gençler,